Buzovna kəndinin düz mərkəzində bir uşaq bağçası var. 229 nömrəli uşaq bağçası. Onun lövhəsinin yanında isə nurlu bir şəxsiyyətin haqqında məlumat əldə eləmək olar. Axund Şeyx Kamiyab. Lövhədən məlum olur ki, o 1870-ci ildə bu ərazidə yerləşən evdə dünyaya göz açıb. Dini təhsil almaq üçün İrana gedir və dini təhsilini müvəffəqiyyətlə alır. İranda xoş bir təsadüf nəticəsində o bir həmyerlisi ilə qarşılaşır və dostlaşır. Aralarındakı yaş fərqinə baxmayaraq, Axund Kamiyab keçəçi oğlu Məhəmmədlə yaxından dostlaşır. Bir-birinə məhrəm olan insanlardır və onların arasında gözəl bir dostluq münasibəti yaranır. Hacı Kamiyab yaradıcı insan idi. Muğama xeyli həvəsi var idi. Və elə ilk muğam dərslərini də, əgər belə demək mümkünsə, keçəçi oğlu Məhəmməddən almışdı. İranda o Əbülhəsən adlı başqa bir məşhur xanəndə ilə tanış olur. Əbülhəsən Hacı Kamiyabın muğam dünyasına ən yaxşı bələdçilərindən biri olur və muğamı ona daha çox sevdirir. Təhsilini bitirdikdən sonra doğma kəndinə qayıdır. Bir müddət İçəri şəhərdə də yaşayır və İçəri şəhərdə yerləşən Bəylər məscidi, bu məscidin digər adı Məmmədyar məscididir. Orada və Gileyli məscidində də axundluq edir. Axundluğu ilə yanaşı o muğam məclislərində də iştirak edir. Muğamı dinləyir və təbliğ edir. 20-ci il gəlir. Bolşeviklər hakimiyyəti qəsb edirlər. Dinə qarşı mübarizə şiddətlənir. Bir sıra din xadimləri repressiya olunur. Repressiyaya uğrayanlardan biri də Axund Hacı Kamiyabdır. Onu əvvəlcə həbs edirlər və Sibirə göndərirlər. Bəraət qazanır və yenidən Azərbaycana qayıdır. Azərbaycana qayıtdıqda onu bir müddət Qubada saxlayırlar. Qubadan sonra o Bakıya gəlmək istəyir. Buna şərait də yaradılır. Axund Kamiyab 36-cı ildə Bakıya gəlir. Amma bu onun Bakıya sonuncu səfəridir. Buradan onu yalnız lap sonuncu səfər gözləyir. Gedər gəlməzə aparan yol. Onu yenidən həbs edirlər və din xadimi kimi cəmi 10 dəqiqə çəkən məhkəmədən sonra həmin o məşhur Troyka 3 nəfərdən ibarət istintaq komitəsi yekun qərar çıxarır. Güllələnsin və 1936-cı ildə Axund Şeyx Kamiyabı gedər gəlməzə göndərirlər. Beləcə onun həyatı sona yetir. Amma maraqlıdır, insan vəfat etdikdən sonra da gördüyü işlərlə, adı ilə tarixdə qalmağı bacarır. Axund Molla Kamiyab elə belə adam deyildi. O, Azərbaycanın görkəmli aktyoru Sidqi Ruhullanın böyük qardaşı idi. Mən Abşeronun demək olar ki, bütün kəndlərində olmuşam, amma belə hamama rast gəlməmişəm. El arasında Cabay və ya Cobay hamamı adını daşıyan bu hamam hicri tarixlə üzərindəki kitabədən məlum olur ki, 1318-ci ildə inşa edilib. Azərbaycanın görkəmli memarı Şamil Fətullayevin yazdığına əsasən bu hamam Cabayevlərə məxsus olub. Cabayevlərin kim olduğu haqqında bir o qədər də dəqiq məlumata malik deyilik. Sadəcə olaraq xarici görünüşündən bizə məlum olduğu kimi belə tipli hamamları adi adam inşa etdirə bilməzdi. Görünür ki, Cabayevlərin kifayət qədər varı dövləti də olub. Qayda hamama, o klassik Azərbaycan hamamları stilində inşa edilsə də, mən ilk dəfədir görürəm ki, onun böyük bir bacası da var. Görünür ki, hamam kifayət qədər böyük olduğundan onu isitmək və isti su ilə təmin etmək üçün daha çoxlu sayda yanacaq və baca mütləq olaraq vacib elementlərdən idi. İki kameranın arasından qalxan baca içəridə xəzinənin olduğu yerin üstündədir. Gözlərimiz önündə nadir olan hadisələrdəndir. Yəni, mən belə bacalı hamamlara bir o qədər də çox rast gəlməmişəm. Hamam 2 hissədən ibarətdir, 2 kameralıdır. Soyunub geyinmək hissəsi və çimmək
hissəsi. Görünür ki, bura çoxlu sayda insanlar gəldiyindən biz çəkilişimiz ərəfəsində burada hazırlıq işlərini görərkən iki xanım keçdi və biri digərinə el hamamı sözünü söylədi. Görünür ki, bura Buzovna kəndinin əsas hamamlarından biri imiş. Cabay hamamının içərisinə daxil olarkən çox maraqlı və Sovet dövründən qalma bir ədəb, ərkan və hamamda nə cür hərəkət etməklə bağlı göstərişlər və qaydalar cədvəli gözümüzün önündədir. Sən demə, hər şey elə belə deyildi. Yox, müəyyən qaydalara əməl etmək lazım idi. O cümlədən Sovet İttifaqı qəhrəmanlarına, sosialist əməyi qəhrəmanlarına, Şöhrət ordeninin bütün 3 dərəcəsi ilə təltif olunmuş şəxslərə, Böyük Vətən müharibəsi əlillərinə və iştirakçılarına, eləcə də hamilə qadınlara hamamda növbədən kənar bilet verilir. Yəni hamamda adam çox olsa, bu imtiyazları olan insanlar növbədən kənar gəlib bileti alaraq hamamda çimə bilərdilər. Həmçinin lövhədən bizə məlum olur ki, öz valideynləri ilə hamama gələn oğlan uşaqları, məsələn, anası ilə əgər hamama gəlirsə, 10 yaşına qədər oğlan uşaqlarına anası ilə hamamda çimmək icazə verilirdi. Cumadarın və ya kisəçinin xidmətindən istifadə olunacaqdırsa, mütləq qabaqcadan bilet almaq lazım idi. Hər şey müəyyən qaydalar əsasında həyata keçirilir və insanlar da razı şəkildə hamamın xidmətlərindən istifadə edirdilər. Meşeli! Hamam hoşunuza geldi, çok yaxşı hamam idi. Ölü girse dirilip. Evet. Təəssüflər olsun ki, bu hamamın bugünkü günü biraz ürəyimizi ağrıtdı. Zənnimcə onun bərpaya ehtiyacı var. Bugün Azərbaycanda yaşıl enerjidən çox söhbət edilir və hamamda suyun qızdırılması və hamam kimi istifadəsi lazım olan təqdirdə mütləq yeni texnologiyalardan istifadə etmək olar. Niyə görə də həmin bu texnologiyalara burada Buzovna hamamından, Cabay hamamından başlamayaq. Hamamın içində də çölündə, hamamın içində də çölündə, yağ qış bahar, içmişlərin var, dövlətli qazı, gözəl yerin var. Yağ qış bahar, içmişlərin var, dövlətli qazı, gözəl yerin var. Buzovna kəndi Mehtər də var idi, at sürməkdə mahir idi. Yarışa qoşulur, hamıdan əvvəl atla gəlib bu yeri dövrə vurur və geri qayıdır. Hamı məətəl qalır. Kimdir axı bu Aslan? Bu yarışlar zamanı Aslan xanın qızını görür, Mahnigar xanımı.
və ona bir könüldən min könülə aşiq olur. Fikrini xanıma söyləyir və onlar öz aralarında sevgi, məhəbbət yaşayırlar. Bakı işğal olunur Rus qoşunları tərəfindən və Rus qoşunlarının komandanı Sisiyanovun başı üzüləndən sonra qoşun hər tərəfdən Bakı əhlini təqib etməyə başlayır. Aslan öz sevgilisi Mahnigar xanımla şəhəri tərk edir. Ata minib çapa-çapa bura Buzovnaya gəlirlər. Düşmənə təslim olmamaq üçün sevgililər qayanın üstünə çıxırlar və oradan özlərini atıb həlak olurlar. O zamandan bəri Buzovna cəmaatı qayalıqları Aslan və Mahnigar qayalığı kimi adlandırır. Bu həqiqətdir, yoxsa əfsanə, amma hər halda Seyid Hüseyn də bu əhvalatı qələmə alıb. O zamandan bəri Buzovna cəmaatı hörmətlə bu qayalara diqqət yetirir və onları Aslan və Mahnigar qayalıqları adlandırır. Qayalıqlar məşhur yerlərdir və Azərbaycan kinosu üçün də maraqlı məkanlardan hesab olunur. Təsadüfi deyil ki, burada bir çox filmlər lentə alınıb. O cümlədən Torpaq, Dəniz, Od, Səma filminin müəyyən epizodları burada Buzovna qayalıqlarında çəkilib. Axı deyin görün bu dənizdən gözəl nə ola bilər? Bilirsiniz, siz bura təzə gəlmisiniz, onun üçün dəniz sahir görünür. Amma bura mənim iş yerimdir. Bircə o nefti dənizin dibindən çıxara bilsəydim, heç dərdim olmazdı. Gözəlliyi özünə qalsın. Hər üzünü görmüşəm mən bu dənizin. Məyər mənim atamı da bu dəniz qoçaltmadı. Yaxşısını da görmüşəm, pisini də görmüşəm. Gözəlliyi varsa ancaq dibindədir. Demək belə çıxır ki, siz bu dənizdə neftdən başqa heç bir şey görmürsünüz. Bəs siz nə görürsünüz? Mən çox şey. Açıqlıq, genişlik, böyüklük. İstəyirəm böyük bir şəkil çəkim, freska. Adı da dəniz. Böyük, olduqca böyük, divar boyda. Siz bir mənzəriyə baxın. Adam saatlarla burada dayanıb istirahət eləyə bilər. Balaca ləpələrin sahilə çırpılması insana xoş təsir bağışlayan xüsusiyyətlərdəndir. Burada Buzovna qayalığında 1971-ci ildə Tofiq İsmailov bir film çəkdi. Oxuyur Müslüm Maqamayev. Xatırlayırsınız, dəniz haqqında oxuduğu mahnı. Maraqlı bir cəhəti sizə vurğulayım, əziz sirdaşlarım. Müslüm Maqamayevin səhnə duruşu və bu mahnının ifası zamanı da məşhur bir hərəkəti, ayaqlarını bir qədər aralı qoyur, əllərini açır, sinəsini qabardır. Sonradan keyfiyyət simvoluna çevrilən ən keyfiyyətli məhsullara bu nişanı vurmuşlar. Müslüm Maqamayevin bu dayanışından əmələ gələn keyfiyyət bir simvol idi. Axı Müslümün özü, ifası da bir keyfiyyət, bir sənət nümunəsidir. Təsəvvür eləmək istəyirəm. Müslüm Maqamayev bu qayalıqların üstündə dayananda, o mahnını ifa edəndə hansı hisslər keçirib? Bu sirr olaraq qalacaq və bu sirri saxlayan yerlərdən biri də Buzovnanın bu ecazkar qayalıqlarıdır. Buzovna kəndindən danışanda onun görkəmli şəxsiyyətləri arasında Məşədi Azər Buzovnalının da adını çəkmək lazımdır. 1870-ci ildə Buzovna kəndində bu həyətdə dünyaya göz açıb Məşədi Azərlə eyni ildə yaranmış Məcmuə Şüara cəmiyyəti geniş vüsət almışdı və o zamanlar ədəbiyyata həvəs həddindən artıq böyük idi. Məşədi Azər gənclik yaşlarından şeir yazmağa başlayır. Müxtəlif şeir cərəyanlarını o müxtəlif cür imzalayırdı. Rüfət, Azər, Əyyar və Xosrov təxəllüsləri də Məşədi Azərə məxsus olan imzalardır. O zamanlar Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri mütləq olaraq Buzovna kəndinə gələr və burada öz şeirlərini, ədəbi məclislərini təşkil edərdilər. Məclisə gələn insanlardan biri çox gənc idi. Adı Əliağa idi və günlərin bir günündə Məşədi Azərlə görüş zamanı bir epizod baş verir. Həmin epizod Qəzəlxan filmində də var. Məhz həmin o şeiri söylədikdən sonra Məşədi Azər ayağa qalxır və Əliağanın alnından öpür. Əhsən,
bugündən təxəllüsünü Vahid qoyuram. Vahid elə Məşədi Azərin davamçısı və ardıcılı olaraq Azərbaycan ədəbiyyatına Vahid təxəllüsü ilə daxil olur. Hacı Zeynalabdin Tağıyev Bakı kəndlərinə tez-tez gedərdi və tez-tez gəldiyi kəndlərdən biri də Buzovna kəndi idi. Maraqlıdır ki, Məşədi Azərin ədəbiyyat aləminə tanıdan da elə Hacı Zeynalabdin Tağıyev olub. Ruhları şad olsun, gözəl və böyük insanlardır hər biri. Adlarını çəkdiyim və çəkmədiyim insanlar. O cümlədən Azərbaycan ədəbiyyatında müstəsna xidmətlər göstərmiş Məşədi Azər Buzovnalı da hər zaman həm Buzovnalıların, həm də Azərbaycanlıların qəlbində əbədi olaraq yaşayacaq. Təngidir Qönçə dəhanın, gec gəlir avazə söz. Bir sənəmdir nazənin, qoymuş özün nazə söz. Sordum ağzın sirrini hər kimsədən, ey tazə gül, tapmadı, 100 min xəyal etdi bu məxvi razə söz. Olmasa ustad bəzmində sözün, billah qəbul, pirilər yazsın cavanlar üçün yenə bir tazə söz. Afərin oğul, afərin. Bugündən sən məclisimizin ən əziz üzvü, Vahid şairi olursan. Təxəllüsünü də Vahid qoyuram. O qəzəli ki dedin, onun da məqdəsindəki olan billah kəlməsini at, Vahid yaz. Olmasa ustad bəzmində sözün Vahid qəbul, pirilər yazsın cavanlar üçün yenə bir tazə söz. Şəriətə görə gecə yuxuda kim hansı müqəddəsi görürsə, həqiqətən də onun o şəxs olduğuna işarədir bu. Və gənc yaşlarımda yuxuda mən bir dəfə Əbülfəz Abbası görmüşdüm. Sonradan bu yuxunu dindarlara, dindar qardaşlarımıza danışanda onlar mənə həqiqətən də Əbülfəz Abbasın yuxuma gəldiyini təsdiq etdilər. Bu, şəriət qanunlarında yazılmış bir qaydadır. Rəvayətə görə Buzovna kəndinin möminlərindən biri gecə yuxusunda Həzrət Əlini görür. Ertəsi gün yuxudan oyanan kimi öz yuxusunu danışır. Cəmaat təşviş içindədir, qayalıqlara üz tuturlar. Çünki Həzrət Əli ilə bu müqəddəs görüş Buzovna kəndində qayalıqların üstündə yuxuya gəlmişdi. Qayalıqları gəzən insanlar ayaq izinə rast gəlirlər və elə o zamandan etibarən də bu yer Əli ayağı adı ilə məşhurlaşır. Ölkələrin bir çoxundan bura ziyarətgaha gələn insanlar olub. Və bütün bunlar nəzərə alınaraq burada karvansara, insanların qalması üçün yerlər də mövcud olub. Sovet dövründə Sovet hökuməti bu yerə mənfi münasibət bəsləyir. Yeri sökmək istəyirlər. Amma Buzovna cəmaatı öz sinəsini sipər edir və bunun qarşısını alır. Qədəmgah günlər köhnə Bakı bağları deyəndə yada düşən evin rəngi ağ və göy rəngdən ibarətdir. Sırf köhnə bağlar nə cür idisə, bu həyət də həmin o köhnəliyi, tarixiliyi qoruyub saxlayıb. Buzovna kəndində Hicran xanım bizi öz həyətlərinə dəvət etdi və biz də bu gözəlliyi görəndə, eləcə də çarhovuza dolan quyu suyu, həmin su ilə
suvarılan müəyyən bitkilərin yerini gördük. Valla uşaqlıq çağlarım yadıma düşdü. Bağ mövsümündə quyu suyundan hazırlanan samavar çayı fikrimdən, könlümdən keçdi. Burada hər şey həmin o zamanədən, insanların saf və dürüst olduğu vaxtlardan gedən dövrü mənə xatırlatdı. Ay dili dili ay dili 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 da la 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 ay dili dili ay dili 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 da la 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 ay dili dili ay dili 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 da la 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 ay dili dili ay dili 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 da la 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 la. Bu zona bağları hələ çox qədim zamanlardan məşhur idi. Günəşli günlərin sayı çox idi. Bəzən külək özünün müəyyən xüsusiyyətlərini bəxş edirdi. Həmçinin yağıntı az olurdu. Bu zona bağlarında bitən üzüm, əncir və digər meyvələr bura xüsusi bir şöhrət gətirirdi. Məhz bütün bunları nəzərə alaraq bu zona bağları insanlar arasında xeyli populyar idi. Bütün bu populyarlıq nəzərə alınaraq 1911-ci ildə bir hadisə baş verir. Bakının məşhur təbiblərindən olan Yevsey Yakovleviç Gindes bir gün Duma qarşısında uşaqlar arasında vərəm xəstəliklərinin sayının artmasından narahatlığını dilə gətirir. 1911-ci ildə bu zona kəndində bir yer götürülür və həmin ərazidə uşaq vərəm dispanseri yaradılması haqqında işlərə başlanılır. Maraqlıdır ki, niyə görə məhz Buzovna kəndinin seçilməsi məsələsinə Yevsey Yakovleviç Gindes belə cavab verir. Bağ evləri yaxındadır. Uşaqlar dənizdən gələn havanı udacaqlar. Burada olan ab-u hava tamamilə vərəm xəstəliyindən əziyyət çəkən uşaqlara müsbət təsir göstərəcək. Uşaqlar burada yaxşı vaxt keçirirlər. Xəstəlikdən əziyyət çəkən uşaqlara burada yaxşı qulluq olunur. İş ondadır ki, 10-cu il ərəfəsində Bakıda vərəm xəstəliyindən əziyyət çəkən və dünyasını dəyişən uşaqların sayı həddindən artıq çox idi. Məhz 1914-cü ilin 1 iyununda vərəm dispanserinin açılış mərasimi keçirilir. Şəhərin məşhur təbibləri, məşhur simaları vərəm dispanserinin açılmasına dəvət olunurlar və 1914-cü ildə vərəm dispanseri artıq ilk uşaqları vərəm xəstəliyindən əziyyət çəkən uşaqları qəbul edir. Uşaq vərəm dispanserinin tikintisinə xüsusi insanlar da ianə edirlər. Bakı zənginlərinə və tanınmış şəxslərindən olan Dragneviçlər 400 rubl ianə verirlər. Onlarla bərabər onların yaxın qohumu Benkendorflar da öz müəyyən məbləğlərindən keçirlər. Çox xoşuma gəlir, bax bu stil. Ağ və göy rəngin vəhdəti bir rahatlıq, bir huzur bəxş edir insanlara. Beləliklə, Buzovna kəndi. Məlumdur ki, Bakı milyonçuları daha çox Mərdəkan və Şüvəlanda öz villalarını tikdirmişdilər. Amma Buzovna kəndi də diqqət mərkəzində idi. Buranın havası və dənizə yaxın olması, eləcə də üzüm bağları və Buzovna kəndində bitən bir sıra bitkilər insanları özünə cəlb edir. Bütün bunlar nəzərə alınaraq 1906-cı ildə Nobel qardaşları cəmiyyəti kifayət qədər böyük ərazisi olan yerdə işçiləri üçün bağ evləri salmaq qərarına gəlir. Həmin yer Buzovna kəndinin girişində idi. Bu, həm də Rusiya imperiyasında
böyük sahibkarların öz işçilərinin həyat səviyyəsini yaxşı saxlamaq üçün salınmış ilk bağ hesab olunur. Maraqlıdır ki, günün istisində Bakıda şəhərdən kənara getmək imkanı olmayan işçilər həmin bağda istirahət edəcəkdilər. Beləliklə 1906-cı ildə Nobel qardaşları cəmiyyəti 65.000 rubl xərcləməklə və ildə illik xərci 6.000 rubl olmaq şərti ilə bu zona kəndində işçilər üçün, fəhlələr üçün istirahət yeri, sanatoriya tikintisinə qərar verir və tikinti başlanılır. Balaca evciklərdə rahat, hər bir şəraiti olmaq etibarilə və hər bir xırdalıq nəzərə alınmaqla evlər inşa edilir. İlkin dövrlərdə 6-cı ildə gedib gəlmək bir qədər çətinlik çəkirdi. Fəqət bunun da həlli tapılır. Nobel qardaşları bu sanatoriyaya gedib gəlmək üçün xüsusi omnibuslardan istifadə edirlər. Seyid Əzim Şirvani dini təhsil almış mütəfəkkir bir insan idi. Şeiriyyata bələd olduğu kimi dini də çox gözəl bilirdi. Din təhsili alarkən o bir buzovnalı ilə, Axund Əbasətlə tanış olur. Onların arasında çox tezliklə dostluq münasibətləri yaranır. Seyid Əzimin oğlu Cəfər, daha doğrusu Mir Cəfər, amansız xəstəliyə mübtəla olmuşdu. Onun müalicəsi üçün həkimlər yazırdılar ki, Şamaxının havası düşmür, onu dəniz yaxınlığında saxlamaq lazımdır. Dəniz havası ona xeyli müsbət təsir göstərə bilər. Seyid Əzim bu əhvalatı dostuna, Əbasətə söyləyir. Əbasət Mir Cəfəri bu zonada qəbul etməyə razılıq verir. Müəyyən vaxtı yer axtarırlar, bir ev tiksinlər, amma bu axtarışlar müsbət nəticələnməyəndə Axund Əbasət özünə məxsus olan torpağın bir hissəsini Seyid Əzimə, daha doğrusu onun evladına peşkəş, hədiyyə edir. Elə burada da evi tikirlər. Bu zonanın şəfalı həyatı Mir Cəfərə xeyli yaxşı təsir göstərir. O sanki bu xəstəlikdən şəfa tapır və uzun müddət bu zonada yaşayır və yaradır. Hətta atası Seyid Əzim dünyasını dəyişdikdən sonra ərəb əlifbası ilə olan yazılarını da burada dərc edir. Sağlığında bir çox ədəbi işlərlə məşğul olan Mir Cəfər bir müddət bu zovna məktəblərində dərs də deyir. 30-cu illər gəlir, ağır illər idi. Artıq kifayət qədər çox yaşı var idi. Yaşı 80-i keçmişdi və 1937-ci ildə 85 yaşında böyük Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər dünyasını dəyişir. Ölümündən qabaq vəsiyyət etmişdi, məni heç yerə aparmayın. Elə uzun müddət yaşadığım bu zovna kəndində dəfn edərsiniz. Onun vəsiyyətinə əməl olunur və budur, biz Mir Cəfərin, böyük Seyid Əzimin yadigarının məzarı üstündəyik. Ruhları şad olsun. Bu böyük insanlar Azərbaycan mədəniyyətinə, ədəbiyyatına çox böyük töhfələr verib və xidmət göstəriblər. Və bu zona torpağında dünyaya vəda ediblər və burada da axirət evlərini qurublar. Uzun zaman çoxları bilmirdilər ki, Mir Cəfər bu zona qəbirstanlığında dəfn olunub. Bunu bilən kənd cəmaatı idi və yaxınlarına bu qəbri nişan verirdi. Azərbaycan ədəbiyyatşünasları ən çox Əzizə Cəfərzadə, Əzizə xanım bura məhz Mir Cəfərin qəbrini ziyarət etməyə gəlirdi. Bizə də bu zovna cəmaatı və Cümə məscidinin axundu Hacı Soltan qəbri tanıtdı və bizi bura gətirdi. Buzovna kəndində bələdçilik edən, məlumatları əsirgəməyən insanlara Hacı Soltan başda olmaqla dərin minnətdarlığımızı bildiririk. Bakı həyatını özündə ehtiva edən filmlər çoxdur. Amma bir film var ki, o daha şirin gəlir bizə. Bu Yuxu filmidir. Yuxu filminin müəyyən epizodları bu kənddə, bu zonada lentə alınıb. Ən şirin epizodlar həyətlərdən birində
Nəsibə xanım Zeynalovanın yaratdığı o obraz olan həyəti nəzərdə tuturam. Bismillah. Vermərəm. Ay başım axıyır. Bayraq olsun. Bismillah, bismillah. Sənə nə oldu ay bala? Nene, Can nene. burada kan yoktu ki. Adı ne kan? Ne bu ne? Gülle yeri. Adı ne gülle yeri? Bu ne danışır? Bismillah, bismillah, bismillah. Allah lanet eylesin şeytanı. Bismillah. Neydi sen annene? Başıma avazat gelmiş ki. El Abbas, nene kurban. Adaların canıma. Bir görüm yuxuva ne girmişti? Bu həyətdə olan bəzi əşyalar da filmin personajlarındandır. Məsələn, bu kreslo Nəsibə xanımın əyləşdiyi kreslo idi. Yeri gəlmişkən çəkilişimiz üçün şərait yaratdığına görə bu həyətin sahibəsi Zülaya xanıma öz minnətdarlığımızı bildiririk. Bu həyətdə olan bu əşyaları həm qoruyub saxlayır, həm də tarixin bir səhifəsi olaraq onu yaşatdığına görə. Yuxu filmi Bakı həyatından, Abşeron həyatından bəhs edən ən gözəl filmlərdən biridir. Həm də bilirsiniz niyə görə? Ona görə ki, bu filmdə insanlar nə cür danışırlarsa, elə həmin o ləhcəni də saxlamaq şərti ilə film lentə alınıb. Yanıram hayır. Seriyeni görüm ciğeri yansın. Ciğeri yansın. Alemi vurdu birbirine. Onu görmeli ne görmesin. Heyasızın biri heyasız. Özünü üzmə, ay Məsmə bacı. Allah qoysa hər şey yaxşı olar. Ağaz uşaq yuxu görüm da. Gül kimi qızdır, inşallah toyun eləyər. Buyuraq olsun. Ay başına dönüm. Yuxu görüm uşaq. Eşi başa düşmüsən ki. Yuxuda kaçırdı bu it kızını. El çekin da. Ağaz el çekin da. Nə təfavütü var? Yuxuda qaçırdıq, doğrudan qaçırdıq. Onsuz da bir qız bir oğlanındır. Al bu Ağaz sudan bir bu su benim yangımı yatıracak.